Tez-tez verilən suallar silsiləsindən uşağa neçə yaşından biz artıq fərqli dillərə məruz buraxa bilərik? Əslində bu mövzuda olan araşdırmaların əksəriyyəti onu göstərir ki, uşaqlar yeni doğulmuş dövründən bəri hər dilə məruz buraxıla bilərlər. Yəni eyni vaxtda fərqli dillər eşidə bilərlər. İngilis dili, rus dili, türk dili və yaxud digər fərqli dillərə məruz buraxıla bilərlər. Və bu mövzuda çox bariz bir mif var ki, uşaq belə olduğu zaman dilləri qarışdıra bilər. Əslində bu mifdə bir haqlılıq payı var ki, bəli, uşaq dilləri qarışdıra bilər. Biz bunu müşahidə edirik də. Sadəcə bu qarışdırma dövrü sadəcə qısa bir dövrə əhatə edir və daha sonradan uşaq o dillərə rahat bir şəkildə uyğunlaşa bilir. Əsas nüans ondan ibarətdir ki, siz uşağa bir dili təqdim edərkən oradakı sözləri deformasiyaya uğratmadan, yəni bizdəki nümunələrdən versək, məsələn, ayaqqabıya aqqa demədən və ya yeməyə başqa cür bir ifadə və ya çörəyə başqa cür bir ifadə olmadan olduğu kimi deyərək təqdim etdiyiniz zaman uşaq o sözləri daha sürətli bir şəkildə və həll üçün deformasiya olunmamış şəkildə öyrənə bilir. Bunun amma davamlı ardıcıl şəkildə olunması lazımdır. Xüsusilə uşaqların dil öyrənməsi üçün ən yaxşı dövr 3-6 yaş arasında olan dövrdür. Burada istisnai vəziyyətlər var əlbəttə. İstisnai vəziyyətlər uşaqda əgər xüsusi bir inkişaf pozuntusu, nitq ləngiməsi, autistik spektr pozuntusu və ya buna bənzər digər bir neyroinkişaf pozuntusu varsa, bu zaman tam əksi bir strategiya seçirik. Uşağın əgər dili formalaşmayıbsa, bir dili tam olaraq sabitləşməyibsə, yalnız bir dilə məruz buraxırıq və həmin dil qabiliyyəti oturuşduqdan sonra ikinci və üçüncü dili biz artıq uşağa təqdim edə bilərik. Çox vaxt valideynlərin bu zaman elədiyi yanlış nədən ibarətdir? Xüsusilə inkişaf pozuntularından gedir söhbət. Uşaq əgər TV və yaxud cizgi filmləri tez-tez izləyirsə, oradan fərqli dillər eşidirsə, valideynlər çox vaxt sevinir ki, uşaq ingilis dilində ona qədər sayır və yaxud əşyaların adlarını, rənglərin adlarını ingilis dilində deyə bilir və ya türk dilində və ya rus dilində deyə bilir. Əlbəttə, inkişaf pozuntusu olan uşaqda və nitq problemi olan uşaqda bu ilk başda sevindiricidir. Neqativ nüans ondan ibarətdir ki, uşaq bunları sadəcə əzbərə deyir, yerinə görə işlədə bilmir və öz dilini oturuşdurmamış bunu başlayır həyata keçirməyə və uşaq sonradan cümlə qurma prosesi keçirir. Çünki hər bir dildə cümlə quruluşu fərqlidir. Nümunə olaraq Azərbaycan dilində başda mübtəda gəlir, sonda xəbər gəlir, ortada ikinci dərəcəli üzvlər gəlir. İngilis dilində isə mübtəda gəlir, xəbər gəlir, sonra ikinci dərəcəli üzvlər gəlir. Ümumi xülasə etsək, əgər uşaqda heç bir inkişaf pozuntusu yoxdursa, uşaq yeni doğulmuş dövründən istənilən sayda dilə məruz buraxıla bilər. Uşağın qarışdırma dövrü müşahidə edilə bilər. Bu təbiidir, gözləniləndir. Daha sonra uşaq bunun öhdəsindən gəlir. Yox, əgər uşaqda hər hansısa bir inkişaf pozuntusu və ya bir nitq problemi varsa, bu zaman yalnız bir dilə məruz buraxılar və bu dil tam olaraq sabitləşməmiş digər bir dilə keçilməz.